Salam, hər vaxtınız xeyir olsun uşaqlar. Keçən dəfə atdığım monitorinq tipli tapşırıqların izahını çəkəcəm sizlər üçün. Öncəsindən mətni oxuyun. Biraz gec oldu izahı çəkməyim. Nəzərə alın, çünki bayram ərəfəsidir. Ona görə çəkib indi yükləyəcəm, izləyəcəksiniz. Bədii mətindir. Birinci mətnimiz mətnə aid 15 sualdır. Sualların mətni bir dəfə oxuyaq, görək söhbət nədən gedir, ondan sonra sualları cavablandıraq. Geniş salın yuxarı başında əzəmətli bir şah taxtı qoyulmuşdu. Əzəmətlinin qırmızı rənginə verib, bu deməkdir ki, yəni bu sözlə bağlı hər hansısa bir tapşırıq olacaq. Cavanşir şah taxtında əyləşmiş, ətrafındakılar da böyük səbirsizliklə onun danışmasını gözləyirdilər. Şah taxtından qalxdı və gür səslə danışmağa başladı. Bu döyüşdə mütləq qalib gəlməliyik. Əsirlikdə olan bütün həmvətənlərimiz azad edilməlidir. Torpaqlarımızdan düşməni qovmalıyıq. Vəzir dilləndi. Şah sağ olsun. Müharibəni davam etdirsək çox itkimiz olacaq. Düşünürəm ki, torpaqlarımızdan bir qarış versək heç nə olmaz. Əvəzində qalan əhalimiz sağ qalar. Heç olmasa onları xilas edə bilərik. Şah qəzəbləndi. Bunu onun çatılmış qaşlarından da, zəhmli səsindən də hiss etmək olurdu. Nə danışırsan, vəzir? Bu nə sözdür deyirsən? İnsan vətəni, qanı, canı bahasına olsa da qorumalıdır. Bir qarış torpağı nə deməkdir? Heç bir miskal da vətən torpağından pay ola bilməz. Uşaqlar, yəqin ki, bunu oxuduğunuz zaman miskalın nə olduğunu düşünmüsünüz deyə düşünürəm. Miskal qədim çəki vahididir. Belə deyim də, qramı az olan nələrisə çəkmək üçün istifadə olunurmuş. Məsəl üçün, tutaq ki, sarı kökdür, nə bilim, yüngül bir şeylərdə, zəfərandır. Bax, belə yüngül bir şeyləri çəkmək üçün istifadə olunan ölçü vahididir. Qədimdə istifadə olunurmuş. Sənin əlini və ya ayağını kəssək, bir gözünü kör etsək, necə olar? Onlar sənin varlığının bir parçası olduğu kimi, torpaq da vətənin canı, qanı parçasıdır. Mən vətənimin bir parçası üçün bütün varlığımdan keçməyə hazıram. Vəzirlərdən biri dilləndi. Şah sağ olsun. Söhbət bitdi. Bu məsələ ilə bağlı etiraz eşitmək istəmirəm. Döyüş olacaq. Bu mətin deməli Aytən Yadigarlının Yuxunun Sehri kitabından götürülmüşdü. İndi başlayaq bunun testlərinə. 15 tapşırığımız bununla bağlıdır. Biraz yaxınlaşdırın bir dəqiqə. İşləməyənlər belə videonu mən çəkəcək ya, videonu saxlayıb da işləyə bilərsiniz tapşırıqları. Birinci deyir, hansı atalar sözü mətnin ideyasını özündə əks etdirmir? A. Dünyada vətəndən əziz nə var? Bu mətindən bağlıdır. Mətnimiz vətənlə bağlı idi. Vətənpərvərlik ruhda olan bir mətin idi. B. Doğma yurd şirin olar. Bu dünyada şirin şey bir anadır, bir vətən. El gücü, sel gücü. Bəli, D. Mətndən əlaqəli deyil. Mətnimiz vətənlə bağlı idi. Vətənpərvərlik ruhda idi. 2. Hansı epizodda Cavanşir şahın qəzəblənməsi nəzərə çarpır? Şahın taxtında əyləşməsi, şahın qalib olmaq istəyi, döyüş əmrin verilməsi, vəzirin şahla söhbəti. Bəli, vəzirin dediyi fikir şahı qəzəbləndirdi. 3. Şah nəyə görə döyüşün olmasını israrla istəyirdi? Müharibəni çox sevirdi, düşmənləri torpağından qovmaq istəyirdi, qan tökmək, qisas almaq niyyətində idi, əsir düşmüş həmvətənlərini xilas etmək istəyirdi. Niyə görə istəyirdi? Bu tipli tapşırıqlarda rəqəmlərdən bir neçəsi doğru cavab götürülə bilir. Deməli, müharibəni çox sevirdi, xeyr. Düşmənləri torpağından qovmaq istəyirdi. Bəli, biri 2 idi. Bir aid deyil, bir olan bəndləri silirik. Elə bir olan bəndləri silən kimi doğru cavabı tapa bilirik. Bu məntiqi bir formada da testləri həll edib tapa bilərsiniz doğru cavabı. 3. Qan tökmək, qisas almaq niyyəti idi. 4. Əsir düşmüş həmvətənlərini xilas etmək istərdi. Bəli, 2 və 4. C bəndi. 4-cü tapşırığımız Cavanşir şah obrazı ilə bağlı səhv fikir hansıdır? Səhv olanı soruşur. Vətənini canından çox sevirdi. Bəli, döyüşdə qalib gəlmək istərdi. Bəli, əhaliyə zülm edirdi, qorxmazdır. Bəli, qorxmaz idi, cəsur idi ki, müharibə istəyirdi, vətənindən pay vermirdi və həmvətənlərin xilas etmək istəyirdi. Bu onun qorxmazlığı, cəsurluğu idi. Əhaliyə zülm edirdi, xeyr, zülm etmirdi. Aid olmayanı istəyir burada. Aid olmayanımız olur C bəndi. Keçək digər testlərə. 5. Vəzirin müharibənin dayanmasını istəməsinin səbəbi nə ola bilər? Çünki itkinin az olacağını düşünürdü. Çünki döyüşə bilmirdi. Çünki düşmən məğlubiyyətini boynuna almışdı. Çünki artıq qələbə qazanılmışdı. Bax uşaqlar, mətndə nə deyir? Vəzir deyir ki,
Bir qarış torpağımızdan verək, heç olmasa qalan həmvətənlərimizi xilas eləyək, qalan insanlarımızı ölümdən qoruyaq. Çünki itkinin çox olacağını düşünürdü. Fikirləşirdi ki, müharibə davam eləsə, çox sayda bunlar itki verəcək, insan ölümü olacaq və bunu istəmədiyi üçün müharibənin dayandırılmasını istəyirdi. A bəndi 5-ci tapşırığımızda. 6. Mətnin mövzusunu müəyyənləşdirin. Dostluq, yurt həsrəti, xeyirxahlıq, vətən sevgisi, təbii ki, vətən sevgisi. 7. Mətni əsasən klasteri tamamlayacaq fikri seçin. Klaster nə idi uşaqlar? Keçən testlərdə də dedim. Bir söz verilir. Burada verilən vəzir sözü ilə bağlı 3 dənə ox qoyub. Bu 3 oxun 3-ü də vəzirə aid olan xüsusiyyət olmalıdır. Yəni vəzir şaha ilk cavab verir, bəli. Döyüşün davam etməyini istəmir, bəli. Çox cəsurdur. Vətən torpağına bir qarış düşmənə vermək istəyir, bəli. Vətəndən bir qarış düşmənə vermək istəyirdi. Zəfər çalmaq üçün vuruşur, vətən onun üçün müqəddəsdir. Xeyr, vəzir vətəndən bir qarış düşmənə verməyi təklif etdi. Klasterimizin 3-cü gözünə aiddir, B bəndi. 8-ci və bu səhifədə sonuncu sualımız. Mətnin məzmununa uyğun gələn başlıq hansıdır? Cavanşir şahın zülmkarlığı, əziz vətən, hiləgər vəzir və şah, itirilmiş qələbə. Əziz vətən təbii ki, daha uyğun gəlir buna. Çünki Cavanşir şah zülmkarlıq etmirdi, hiləgər deyildi, vəzirin hər hansısa bir başqa bir məqsədi yox idi burada. İtirilmiş qələbə də deyildi, çünki itirməmişdilər. Əksinə həvəsləndirirdi ki, bu döyüş olacaq, döyüşə hazırlaşırdılar. Mətnin başlığına, mətnə ad olaraq, yəni əziz vətən adını qoysaq daha məqsədə uyğun olar. Keçirik digər səhifəyə və bu mətnlə bağlı sonuncu tapşırıqlarımıza. 9. Hansı fikir Cavanşir şahın xarakterinin açılmasına kömək edir? Yəni mətndə olan, yəni hansı fikir Cavanşir şahın xarakterinin nə olması haqqında bizə məlumat verir? O deməkdir bu. Dəqiqə qələmi götürək. A. Onun çox vahiməli görünüşü və qəzəbli baxışları var idi. B. İnsan vətənini canı qanı bahasına da olsa qorumalıdır. C. O geniş zalın yuxarı başında öz taxtında əyləşmişdi. Şah taxtından qalxar-qalxmaz sözə başladı. Uşaqlar, burada verilənlərdən bax, hamısı şah haqqındadır. Amma bizdən nəyi soruşur? Onun xarakterin aşkara çıxardacaq cümlə soruşur. Xarakterini Cavanşir şahın vətənpərvər bir insan olduğunu biz nədən bilirik? İnsan deyir, vətənini canı qanı bahasına da olsa qorumalıdır. Bax, bu fikir, şahın bu fikri onun vətənpərvər bir şəxsiyyət olduğunu üzə çıxardır. 10. Mətndə qırmızı hərflə verilmiş sözü əvəz edə bilməz. Qırmızı rəngindən səhv eləmirəmsə əzəmətli sözü verilmişdir, eləmi? Onu əvəz edə bilməz deyir. Bunun üçün biz əzəmətli sözünün mənasını bilməliyik ki, onun yerinə qoyulmayan sözü tapmalıyıq. Əvəz edə bilməzi soruşur. Qiymətli, dəbdəbəli, təmtəraqlı, möhtəşəm. Əzəmətli nə demək idi? Gəlin mətndə cümləni oxuyaq. Bir dəqiqə onun üçün mən bunu çıxım. Geniş zalın yuxarı başında əzəmətli bir şah taxtı qoyulmuşdu. Əzəmətli, yəni nə mənada? Necə bir şah taxtı qoyulmuşdu? Dəbdəbəli, təmtəraqlı, möhtəşəm, yəni gözəl mənasındadır. Qiyməti isə onun maddiyyatından gedir də söhbət. Burada maddiyyatından söhbət getmirdi. Onun görünüşündən söhbət gedirdi. Onda olacaq A bəndi. Keçək 11. Cavanşir şah obrazına aid olmayan xüsusiyyət hansıdır? Vətənpərvər idi, bəli, mərd idi, bəli, cəsur idi, bəli, etibarsız idi. Xeyr, etibarsız deyildi. Əksinə etibarlı insan idi vətəni üçün. 12. Verilmiş cümləni məntiqi cəhətdən tamamlayan fikir hansıdır? Özümüz tamamlayacağıq məntiqi cəhətdən. Vəzirin dedikləri şahı qəzəbləndirdi, şahın xoşuna gəldi, ətrafdakilərə sevindirdi, düşmənlərin işinə yaradı. Vəzirin dedikləri nə oldu? Şahı qəzəbləndirdi. A bəndi. Keçirik digər səhifəyə, digər tərəfə daha doğrusu. 13. Mətndə hansı sualın cavabını tapmaq olmaz? Baxaq görək və onlardan hansının cavabını tapmaq olmaz. Cavanşir şahın istəyi nə idi? Bu sualın cavabını tapmaq olarmı? Bəli, olar. İstəyi vətənini və həmvətənlərini qorumaq idi. B. Vəzir sağ qalan əhalini xilas etmək üçün hansı yolu təklif etdi? Bunun da cavabı var. Deyirdi, torpağımızdan pay verək. C. Döyüşdə kimin qoşunu qalib gəldi? Xeyr, bunun haqqında mətndə
Heç bir məlumat yoxdur C bəndi haqqında. 14. Mətnlə bağlı verilmiş fikirlərdən hansı düzgün deyil? Düzgün deyil, yəni səhv olanı soruşur bizdən. Adətən bu tipli oxuyursunuz, götürürsünüz, məsəl üçün A bəndi düzgün fikirdir, onu da götürürsünüz. Çünki sona qədər, testin sözün sona qədər oxumursunuz ona görə. Cavanşir Şahın həyatından bəhs olunur. Həyatından mı bəhs olunurdu Cavanşir Şahın? B. Mətndə heç bir fakta rast gəlinmir. C. Dialoq şah və vəzir arasındadır. D. Şah sarayı təsvir edilir. Deməli, şahın sarayı təsvir edilirdi, bəli. Dialoq şahla vəzir arasındaydı, bəli. Mətndə heç bir fakta rast gəlinmir, bəli. Hər hansısa bir fakt, sübut yoxdur. Bu bədii mətndir, yəni rəvayət kimi də düşünə bilərik. A. Cavanşir Şahın həyatından bəhs olunurdu. Xeyr. Yəni, bunun mətndən əlaqəsi yoxdur. 14-də doğru cavabımız olur A bəndi. 15. Cavanşir Şahın fikrincə qələbə qazanmaq mümkün olmayacaq. Torpaq vətənin bir parçasıdır. Əsirləri xilas etməyə dəyməz. Düşmənə torpaqları bağışlamaq olar. Təbii ki, Cavanşir Şahın fikrincə torpaq vətənin bir parçasıdır. Hətta onu necə tamamlayır? Deyir, sənin gözünün birini çıxarsa, qolunun qıçının biri olmasa necə hiss eləyərsən? Yəni, vətənin insan üzərinə, belə deyim, köçürür və o formada çatdırmaq istəyir. Vətənin bizim üçün nə qədər önəmli, vazkeçilməz olduğunu. Keçirik digər mətnimizə uşaqlar. Bu informativ mətindir. Yəni, burada artıq sübutlarla dəlillər var deməkdir. Bilirsiniz ki, monitorinqdə 2 mətin düşür. Biri informativ mətin, biri bədii mətin. Ona görə diqqətli olun. Baxın, yaxınlaşdırıram. Əgər qrupa atdığımı işləməmsinizsə və yaxud da digər əlavə şagirdlər, uşaqlar ola bilər ki, baxar. Baxdığınız zaman videonu saxlayın, mətni oxuyun. Ondan sonra tapşırıqlara gedəndə tapşırıqları da o formada işləyin. Oxuyaq mətni. Rəqəmlərlə verib. 1. Gələrsən görərsən qalası Şəkinin Kiş kəndinin şimal-şərqində Qaratəpə dağının üzərində yerləşir. Qaratəpə dağının arxasında isə yüksək dağlar sıralanır. Qalanın belə bir yerdə salınmasının əsas məqsədi odur ki, sıldırım olduğuna görə qalaya öndən, arxadan və çay tərəfdən hücum etmək mümkün olmasın. Qala ilə Kiş kəndi arasında ərazi qala düzü də adlanır. Gələrsən görərsən qalası sındırılmış çay daşlarından inşa edilmişdir. İnşa edilmişdir, yəni tikilmişdir. Şəki şəhərinin özü qala divarları ilə əhatə olunmadığı üçün düşmən hücum edən zaman əhali gələrsən görərsən qalasına sığınırdı. 2. Birinci rəqəmlə bağlı olan hissə qutardı. Keçirik ikinci abzasa, ikinci cümləyə. Qalanı seyr etdikcə qadadan, amansız savaş və qovğalardan xəbər verən ötən çağlar gözümüzün qarşısında canlanır. İkincidə bitdi, keçirik üçə. Adama elə gəlir ki, bu qalanın möhkəm divarları, uca bürcləri, nəhəng qüllələri, nəhəng sözün fərqli rənglə verib, öz əzmi ilə yenilmək, əyilmək bilməyən igidlərdir. Ana yurdun keşiyində dayanıb. Qalada aparılan araşdırmalar nəticəsində burada bişmiş kərpicdən və çay daşlarından tikilmiş yaşayış evlərinin qalıqları, su quyuları, saxsı qapqırıqları, hovuz və s. aşkar olunur. Qalanın neçənci əsrdə və kim tərəfindən tikildiyi barədə dəqiq məlumat yoxdur. Tarixçilərin verdiyi məlumata görə 1743-cü ildə Nadir Şah böyük qüvvə toplayıb təpədən dırnağa qədər silahlanmış 30 minlik qoşunu ilə Şəkiyə yürüş edib. Düzənlikdə açıq savaşda onunla bacara bilməyəcəyini dərk edən Şəki vilayətinin hakimi Hacı Çələbi xan qalaya sığınaraq müqavimət göstərməyə qərarı alıb. Nadir Şah Hacı Çələbi xana məktub yazaraq qalanın təslim edilməsini tələb etmiş. Əks halda torpağını yerlə yeksan edəcəyini, qaladakıların hamısının qılıncdan keçirəcəyini bəyan edib. Qalanın igid müdafiəçiləri isə ona açıq cavab verərək gələrsən, görərsən deyiblər. 4-cü və sonuncu. Azərbaycanın tanınmış şairləri çoxdur. Bir çox yazıçılar öz əsərlərində gələrsən, görərsən qalasından nöqtələr qoyub. Yəni, bu deməkdir ki, bunun ardın siz davam edəcəksiniz. Buna aid də hər hansısa bir tapşırıq olacaq. 16-cı sual. Nömrələnmiş cümlələrdən hansı mətnə uyğun gəlmir? Hansı mətnə uyğun gəlmir? 4 rəqəmi oxudum burada sizə uşaqlar.
Burada baxın, birinci gələrsən görərsən qalası haqqındadır. İkinci də onun ardıdır. Amma üçüncüdə deyir ki, üçüncünün başlama yerinə baxın. Adama elə gəlir ki, bu artıq hər hansısa fakt deyil, fikrə münasibətdir. Yəni qala haqqında öz fikrini bildirməkdir bu. Məsəl üçün mən baxıram qalaya, özüm üçün fikirləşirəm ki, baxarkən adama elə gəlir ki, bu qala məsəl üçün təzə tikilib və yaxud da ki, bunu dağıtmaq olmaz, elə eləmək olmaz. Bu öz fikrini bildirirsən. Cümləyə artıq başlayarkən bilirsən ki, bunun mətnlə əlaqəsi yoxdur. Üçüncü. O da hansı bənddir? C bəndi. 17. Qalada aparılan araşdırmalara əsasən aşkar olunub. Nə aşkar olunmuşdu? Qalada aparılan araşdırmalara əsasən şah və ailəsinə məxsus geyimlər, saxsı qab qırıqları, döyüşçülərin dəbilqə və qılıncları, su içmək üçün qablar, saxsı qab qırıqları aşkar olunmuşdu. 18. Qalanı qoruyan məğrur igidlərə bənzəyir. Kiş kəndinin əhalisi, Qaratəpə dağı, qalanın möhkəm divarları, qala düzü. Orada nəyi bənzətmişdi ona? Qalanın möhkəm divarların bənzədirdi qalanı qoruyan məğrur igidlərə. Bənzətməkdir bu. C bəndi. Bir dəqiqə. Mən vaxt çox getməsin deyə biraz sürətli deyirəm. Ki, vaxtı çox olmasın. Adətən dəqiqəni çox görəndə şagirdlər sıxılır. Mən buna necə baxıb bitirəcəm. Ona görə sürətli deyirəm. Mətni məntiqi sonluqla tamamlayın. Mətnin sonunda var idi, nöqtələr qoymuşdu. Bax, onu deyir. Bəhs etmişlər, etiraz etmişlər, razılaşmışlar, qənaətə gəlmişlər. Nə etmişlər? Təbii ki, bəhs etmişlər. Çünki deyir ki, bir çox əsərlərdə, səhv eləmirəmsə əgər yadımda düz qaldısa, bir gələrsən, görərsən qalasından, bax, bir çox yazıçılar öz əsərlərində, bəli, gələrsən, görərsən qalasından nə etmişdilər? Bəhs etmişdilər. 19-da A bəndi. Keçirik 20-yə. Mətndə bəhsi keçməyən mövzu hansıdır? Qala divarlarının möhkəmliyi, qalanın görünüşü, qalada aşkar olunan əşyalar, qalanın adının mənası. Nədən mövzu keçmirdi? Qalanın adının mənasından. Digər tərəfə keçək. 21. Mətndə hansı sualın cavabı yoxdur? Gələrsən, görərsən qalası haradadır? Xeyr, bunun cavabı var idi, şəkidə idi. Gələrsən, görərsən qalası nə zaman inşa olunmuşdur? Bəli, bunun haqqında məlumat yox idi. Mətndə də deyilir ki, yəni tikilmə vaxtı haqqında dəqiq məlumat yoxdur. C. Kiş kəndi harada yerləşir? Şəkidə var idi bunun cavabı. D. Qalanın Qaratəpə dağının üstündə salınması məqsədi nə olmuşdur? Bunun da cavabı var idi. 22. Mətni hansı yarımbaşlıqlara ayırmaq olar? 1. Nadir Şahın həyatı. 2. Qalanın tikilmə tarixi. 3. Qala uğrunda gedən döyüşlər. Qalanın əzmkarlığı. Mətni nəyə uyğun bölmək olar? Nadir Şahın həyatı haqqında mətndə heç bir şey yox idi uşaqlar. Ona görə 1 olanları silsək A-nan C getdi. Qalır ya B ya C. D. Qalanın tikilmə tarixi. Tikilmə tarixi haqqında da məlumat yox idi. 2-ni də silirik. Qalır 3-dən 4. Baxaq, qala uğrunda gedən döyüşlər. Bəli, qalanın əzmkarlığı. D bəndi təbii ki. 23. Verilmiş hadisənin səbəbi hansıdır? Düşmən hücum edən zaman əhali qalaya sığınırdı. Nə üçün qalaya sığınırdı? Çünki qala yüksəklikdə yerləşir. Çünki Şəki şəhəri qala divarları ilə əhatə olunmamışdı. Bəli, mətndə də deyir ki, Şəki şəhəri qala divarları ilə əhatə olunmadığına görə deyir, müharibə falan olduğu zaman əhali gələrsən, görərsən qalasına sığınırdı. Çünki düşmən qalaya daxil ola bilmirdi. Çünki xan insanlara qalaya toplanmasına əmr etmişdi. Xeyr, B bəndidir. Doğru cavab burada. Keçirik sonuncu səhifəyə. 24-cü sualına, testinə davam eləyirik. Mətnə əsasən gələrsən, görərsən qalasını seyr etdikdə insanın təsəvvüründə nələr canlanırdı? Şəkinin səfalı təbiəti, şah və xanların dövrü, məzlum insanlar, amansız savaşlar. Gələrsən, görərsən qalası haqqında dedikdə, ancaq mətndə müharibədən söhbət gedir də, digər xanlığın bu xanlığa müharibə hücum etməsi, insanların ora sığışması, demək ki, amansız savaşlardan söhbət gedir. 25. Mətnə əsasən hansı doğrudur? Gələrsən, görərsən qalası Şamaxıda yerləşir. Xeyr, Şəkidə yerləşirdi. Qala çökəklikdə tikilmişdi. Çökəklikdə tikilmişdi qala. Xeyr, dağda tikilmişdi. Kiş kəndi ilə Şəki arasında ərazi qala düzü adlanır. Bəli. Gələrsən,
qala düzü adlanır. O mətndə baxaram bir dənə ona qala düzü adlanırdı. Biraz mənə qaranlıq qaldı. Gələrsən görərsən qalasının tikilmə tarixi qeyri-məlumdur. Bəli. Gəlin uşaqlar mətndə baxaq. Qala düzü adlandırılması. Mənim yadımdan çıxdı o hissəsi. Birinci rəqəmdə idi. Qala ilə Kiş-Kənd arasında qala düzü də adlanır. Qala ilə Kiş-Kənd arasındakı yeri deyir. Burada Kiş-Kəndi ilə Şəki arasındakı məsafəni deyir. Xeyr, qala ilə onun arasındakı məsafədir. Kiş-Kəndi ilə deyildi. D bəndə. 25-də olacaq doğru cavabımız D bəndə. Tikilmə tarixi qeyri-məlumdur. Gələrsən görərsən qalasının yerləşdiyi yer haqqında məlumat mətnin hansı hissəsinə aiddir? Qalanın yerləşdiyi yer haqqında məlumat da harda verilmişdi? Təbii ki, mətnin giriş hissəsində verilmişdi. Bilirsiniz ki, mətn ümumiyyətlə 3 hissədən ibarət olur. Giriş hissə, əsas hissə, bir də sonluq. Giriş hissəsi adətən, belə deyim, sadə dildə. Bax, gəlin mətnə. Giriş hissə uşaqlar, mətnin bax, birinci abzası olur. Birinci abzas mətndə giriş hissi olur. Yəni, başlanğıcı, birinci abzas. Sonluq isə son abzas olur. Son abzas sonluq olur. Əsas hadisələrin baş verdiyi yer isə, bax bu əsas hadisələrin baş verdiyi yer isə olur mətnin əsas hissəsi. Mətn 3 hissədən ibarət olur. Bunu da ümumi dedim, təkrarlamış olun. 26-nı dedik, 27. Nadir Şah Hacı Çələbi xanından nəyi tələb etmişdi? Ordusunu gücləndirməyə, qalanın təslim edilməsini, düşmənlə birləşməyə, diplomatik münasibət qurmağa, qalanı tərk etməyi tələb etmişdi. Tarix dərsində keçəcəksiniz bunları. 28. Biri mətndəki fərqləndirilmiş sözü əvəz edə bilər. Hansı söz idi orada fərqləndirilən? Yadımdan çıxdı mənim. Gəlin baxaq, fərqli rəngdən vermişdi. Nəhəng idi. Hə, nəhəng. Nəhəng sözün nə ilə əvəz edə bilərik? Nəhəng nə deməkdir? Yəni necə? İri, uca, hündür, yoxsa təmtaraqlı? Təbii ki, nəhəng yəni iri deməkdir. Böyük, böyük, iri. 28-də olur A bəndə. Keçirik sonuncu testimizə. 29 və 30-cu testdə. 29. Şəki qalasının müdafiəçiləri hansı xüsusiyyətlərlə yadda qalmışdır? Qorxu və zəiflik, cəsarət və mətanət, xəyanət və hiləgərlik, nizamsızlıq və tabesizlik. Təbii ki, cəsarət və mətanətlə B bəndə. 30-cu və sonuncu testimiz. Mətnə əsasən Nadir Şahla bağlı deyilən fikirlərdən biri səhvdir. Səhvi soruşur. Diqqətli olun. Hacı Çələbiyə hədə qorxu gəlmişdi. 30 minlik qoşunu ilə Şəkiyə hücum etmişdi. Çələbiyə məktub yazaraq qalanı təslim etməsini tələb etmişdi. Şəki hakimindən qorxub geri çəkilmişdi. A da, B də, C də mətn aiddir. Doğru fikirdir. Səhv fikri isə qorxub geri çəkilməkdir. Xeyr, qorxub geri çəkilməmişdi. Xoş izləmələr uşaqlar. Kanala yüklənən ibtidai sinif şagirdləri üçün, elə həmçinin müəllimlər üçün də tapşırıqlar yüklənir. Vaxt etdikcə təbii ki, yükləyirəm. Bunlardan xəbərdar olmaq istəyirsinizsə, əgər kanala abunə olun, bildirimi açın ki, nəsə yüklənəndə, dərs yüklənəndə sizə bildirim gəlsin, xəbərdarlıq gəlsin. Hər birinizə uğurlar arzulayıram.